Ya Allah cemaat. Necə bu yağışda su basan yerler necə olacaq? Allah milletimizin köməyi olsun. Geç. Geç. Hadi çekim uzaktan. Geç. Böyle geleceğim ben bak. Oradan planlaştır. Yavaş. Vay. Ben de o tarafa geçmeliydim. Çay yapar, çay. Böyle yağış olar. Bu birinci dəfədir bu kadar yağır deyəsən. Kısa müddətdə bu kadar çok yağış olmağa birinci dəfədir məncə. 15 dəqiqə elə yağdı. Hayda, elə bil ki yarım saat bundan qabaq yağış yağmadı deyə. Hər yerdə qurudu. Elhamdülillah. Ki benzin çıxıb. Salam aleyküm xanımlar, kanalıma xoş gəlmisiniz. Mağazamızın yerləşdiyi yerə birinci deyim. Sumqayıt şəhəri 17-ci mikrorayon, Qərb Sarayı və alışdıra bilmirəm. Nəysə, Qərb Sarayı 5 fəsil bu tərəf. Buradakı Nur Hicab. Buyurub gələ bilərsiniz. Yeni geyimlərdən sizə bəziləri gəlib, bəziləri hələ ki yoldadır. Gələnləri göstərmək istəyirəm sizə bu dəfə. Sonra isə o birləri göstərərəm. Məsəl üçün bu model belə bir modeldir. Uzun modeldir. Bir bu modeldir. Bunda bir neçə rəngi var, 4 rəngi var. İndi mən bunu bir dənə də model var. Onları yəni yaxından çəkib göstərəcəm sizə rənglərini, materiallarını, ölçülərini, yəni məlumat verim hansı rənglər varsa. O birisi modellər gələndən sonra onları da çəkib paylaşacağım. Dünənki yağışdan sonra bugünkü havaya. Elhamdülillah bugünümüze de şükür. Şimdi bunları düşürdüm. Üstüne koyayım kameranı ki çekebilirim. Size gösterebilirim. Ştatifim. Sonra niqabım ki rahat çekebilirim yoksa görünür diye şeyler diye çekebilirim. Bunu uzadım takım. Dur. Bir de volшебный palaçkamda. Şimdi kameranı takım yerleştirim. Bunları düşürdüm göstereyim size. Böyle. Gözlüyüz. Birleştirilir de yəqin ki. İndi sizə bu modeli göstermek istəyirəm. Standart ölçüdür. Materialına bilmirəm nə material gedirsə, çox yumuşaq belə şey materialdır. Sığal, sərin materialdır. Belə bir çox uzundur. Öyle bir ki rubaşka kimidir. Çox uzundur və enlidir. Lap slişkom da enli də deyil. Belədir baxız. Mənim elə bir ki 2-dən boyda. Yəni əyində yaxşı qalar da məncə. Düzdür geyinib baxmamışam. Belə cibləri var iki tərəfdən. Belə razrezi var hər iki tərəfdən. Yəni tunika kimi də geyinə bilərsiniz. Başı açıqlar məsəl üçün heç nəsiz geyinə bilər. Başı bağlılar ya şalvarla ya yubka ilə nə ilə istəyir geyinə bilər. Qolları uzundur, yəni qısa. Bəziləri başqalar olur ki, belə uzun qol kimi görünür, amma biraz qısa qalır da. Bunda məsəl üçün uzundur. Stoyka varatnikdir. Düymələr də tam axıra kimi deyil. Yəni belədir. Belə bir şey. Materialını da göstərim yaxından. Belki başa düşərsiniz nə tipdə bir materialsa. Belə. Qol hissəsində də 2 dənə belə düymə var. Baş açıqlar məsəl üçün qollarını qaldırıb da geyinə bilər, açıq da geyinə bilər. Bunun 4 rəngi var. Bir korичневый, ağ, qara, bir də baxız bu rəng.
Görünür də, cappuccino rəng deyirlər də buna. Amma bir qaranın modelin arxasında bir dənə belə bir yamaq kimisindən olanı da var. Ancaq qarasında. Başqa rəngində yoxdur. Baxım görüm. Ana o. Hə, burdadır. Sizcə hansı təhər yaxşıdır? Adi, heç nəsizmi? Arxa hissəsi, yoxsa ki belə? Baxız. Belə. Bundan ancaq bir dənədir. Bunu indi mən baxım görüm. Üzərimə keçirdim tez. Burada düymələri çoxdur. Başdan keçirdərəm də. Başdan keçirdim. Bir dənə göstərim sizə. Necə qaldığı. Biraz tez bazar. Ay, əslində koriçmi geyinsəydim daha yaxşı olardı. Çünki koriçmi daha çox bilinir. Burada bu arxasında yamağına görə özümə də maraqlıdır. Necə görünürsə. Burada mənə biraz uzundur. Düymələrini taxım. Qolların. Ən zəhləm getdiyi şeydir bu düymələri taxmaq. Həmişə yeni geyimlər gətirəndə bu özdəki o xırda düymələr olur. Hamısını da vitrinə qoyanda qəşəng düyməliyib şey eləmək lazımdır axı. Təzə paçkadan çıxanlar da mənim başıma çıxmır. Niyə düyməli olmurlar? Düymələri hamısı açıq olur. Daha xala xətri qalmasın deyə 2 dənə 3 dənəsinə düyməsini bağlayırlar. İşte. Ən zəhlə tökən iş bu. Düymələmək, bir də ütüləmək. Ütü işindən onsuz da mənim zəhləm gedir. Düzdür, par ütüsü ilə o biri ütü kimi çətin deyil. Sadəcə olaraq par ütüsü də gərək güclüsü ola. O dənə düymə bağlayıb bitirə bilmədim. Neysə. Bağladım. Baxız qollar belə. İndi niqabımı. Kamera niyə belə bulanıq göstərir? Mənim başım çıxmır. Plonkası zədələnib üstündəki. Daha belə şey kimi bağlamıram, axıra kimi. Hani belə. Uzaqdan qoyum kameranı. Belə şey görünsün, bütöv görünsün deyə. Bu da lap uzaq oldu ki. Amma standart ölçüdür. Eyni də ki, baxır. Eyni normaldır məncə. Lap dar da deyil, slişkam geniş də deyil. Belə. Başda hündürboy xanımlara yaxşı gedər məncə. Arxada da ki, belə. Necədir sizcə? Material çox xoşum gəlir. Material qəşəngdir. Qolu da küçünüb ki. Belə. Sərin modeldir. İndi obrinin bozunu geyinim. Obrisi modelin. Onu göstərmək istəyirəm. Özüm də zadına baxmaq istəyirəm. Necə görünürsə. Bir də baxım görüm. Mikrofonda səsim çıxır ya yox. Yoxsa boş-boş danışıram. Baxız xanımlar, belə bir modeldir bu da. İndi kameradan çevirib göstərəcəm güzgüdən də. Boz modeldir. Belə plaşovka deyil. Bu nə material gəlir? Kostyum. Adını öyrənsəm deyə yazarım burada. Ki nədirsə. Üstü belə sığaldı. Belə plaşovka deyil. Yəni belə bir modeldir. Bu hissəsində belə zamoku var. Belə cibləri var. Sadə belə dondu. Boş. Bunun da qara, boz, bir də səhv eləməmsə yox, elə bu rənglərdir, başqa rənglər yoxdur. Yəni belə. Bunu da güzgüdənmi göstərim, yoxsa uzaqdanmı göstərim? Yəni adi dondur, elə bir bütöv göstəriləsi şey deyil. Bu da enlidir. Belə. Belə bir don. Qollar da çox belə enli də deyil ki, qalxanda qalxsın deyə, normaldır. Rahat modeldir amma. Sonra obrisi modeli də göstərim sizə. Bir dənə bunu çıxardıb, onu geyinimi,
Əslində o modellə bu modelin elə güclü fərqi yoxdur. Ona görə geyinməyə heç ehtiyac da yoxdur. Sadəcə olaraq bunun zamoku burdandır. Onun isə zamoku bu iki böyürdəndir. Beləsini. Burası isə sadədir və eyni belə cibləri var. İndi onu da göstərərəm sizə. Bayaqdan danışıram, akasya kameranı yandırmamışam. Hə Allah. Nəysə, təzədən eyni şeylər təzədən danışım. Bu dəstdir. Bu dondur da işte. Bunu göstərim. Bunun məsəl üçün eyni modelə oxşuyur. Sadəcə olaraq bunun qolu belə enlidir obrisine nisbətən. Cibləri eynidir. Bir də bu onun zamoku burdan da, bu isə böyürdən belə zamokdur. Bunu məsəl üçün tək də geyinmək olar. Bunun bu rəngi var, bu rəngi var, bir də ağ var. Sadəcə olaraq materiallarda fərq var. Bu Mədinə ipəyinə oxşar bir materialdır. Amma Mədinə ipəyi deyil. Mədinə ipəyindən biraz keyfiyyətcə yüksək olan bir materialdır. Qarası korичневыйsı 100% iç göstərmir. Amma ağın hər bir ağ modelin, ağ paltarın olduğu kimi bunda da ola bilsin iç göstərir. Yəni düzdür obrisi kimi yox. O Mədinə ipəyinin məsəl üçün içlik donu var. Buradan o tərəf görünür də. Onlar məsəl üçün ancaq abaya ilə yaxşıdır geyməyə. Bunu isə tək geyinilən bir şeydir də. Tək nə mənada üst tək geyinilir də. Üst geyim olduğu üçün. Bunu məsəl üçün başı açıqlar da geyinə bilər. Başı bağlılar da geyinə bilər. Başı bağlılar amma mütləq dərəcədə zamokları açıq da taxıb geyinə bilərlər. Bağlıdır kim ürəyi necə istəyir. Açıq taxıb altdan şalvar ya yufka olsa daha yaxşı olar. Çünki məncə bilinər, məncə. Yəni geyinib baxmamışam, bilmirəm də. Buradakı mayka hicab donstu üstünə bağlayır, vəsə. Bu amma Mədinə ipəyi o materialda deyil. Bu biraz obrinin materialına oxşuyur. O bozun. Belə bunun da 3 rəngi var. Deyəsən bir dənə də rəngi olmalı idi. Sifariş vermişəm, amma hələ ki gəlməyib. Gəndə göstərəcəm. Bir də bu sumkaları göstərmək istəyirəm sizə. Düzdür göstərmişəm bunları. Sadəcə olaraq yaxşı satılan sumkalardır bunlar bizdə. Elhamdülillah, yəni ki, bunlar yaxşı gedir. Ona görə göstərim, layiqdirlər göstərilməyə. Bu sumka məsəl üçün belə də taxmaq olar. Bunun belə yığılma. İstəyirsiniz tam belə aça bilərsiniz, istəyirsiniz tam belə yığa bilərsiniz. Öz istəyinizə görə belə də taxa bilərsiniz. Keçən dəfə xanım soruşur, deyir, bunu belə taxmaq olar. Deyirəm, ürəyiniz necə istəyirsə taxırsınız, sizdən asılıdır, necə taxırsınızsa. Belə də maraqlı görünür. Bir də bu sumka məsəl üçün qarası da qəşəng alınan sumkalardandır. Mən belə sumkaları sevirəm də, xoşlayıram belə sumkaları. Balaca, böyük, klasik, sport fərq eləmir. Mənimkilər ancaq budur ki, əlimdə şey olmasın. Bura taxılan sumkalar çox mənə narahat gəlir, ya da ki, əldə. Əldə nəsə tutub gəzməkdən zəhləm gedir. Ona görə mən ancaq belə, ya da ki, belə rüqzak kimi taxılan. O rüqzak kimi də bir tərəfdə sallananda da zəhləm gedir belə. Yəni bir tərəfə veçini belə düzəltmək lazımdır, şeyləmək lazımdır, ondan zəhləm gedir. Taxıram ya iki tərəfə, ya da ki, beləsinə. Əllərim boş bekar olmalıdır. Yəni belə. Qiymətlər də ki, kimə hansı maraqlıdırsa yazaram. Çünki nəyə görə qiymətləri yazmıram? Yəni burada videoda demirəm. Çünki kommentariyalar olmalıdır. Kommentariya üçün də nədir? Kommentariyada olanda baxış olur. Baxış olanda videolar qabağa gedir. Qabağa gedəndə nə olur? İzlənmə. Yəni kommentariya nə qədər çox oldu, izlənmə də çox olur qısaca. O baxımdan üzrlüsəz qiymətləri hamısını bir-bir deyə bilmərəm, yoxsa maraqsız olur. Kimə nəyin qiyməti maraqlıdırsa, kommentdə yazın. Düzdür, Instagram, TikTokda heç belə ümumi yerdə də yazmıram. Kimə lazımdırsa şəxsiyə yazıram da, kimə maraqlıdırsa. Burada YouTube'da elə şey olmur da ona görə. Bunları da əslində göstərmişəm, sadəcə olaraq üzərimdə də göstərim ki, baxasız nə boydadırsa sumkalar. Bu baxız bu ölçüdədir. Qəşəng cins yupkalarla, zətlərlə belə qəşəng gedər. Belə. Və bu biraz ona baxanda tündür və böyüdür. Fikir verirsiniz, buralarda dəmirdir. Dəmir olmalı, bu da ona görə yaxşıdır ki, çox davam gətirər də bu sumka. Yekə olduğuna görə içini nə qədər doldursaz da burası qırılmaz. Özü də cins materialdır. Bu ona nisbətən yekədir. Keçən dəfə məktəbli qız özünə almışdı bundan. Hər tərəfli göstərim sizə. Belə. İçəridə də zamoku var. Ciblər də var. Lazımsız torbalar da var. Toppuş qalsın deyə.
Belə. Nəysə, hələ ki sağollaşın. Birdən bu video normal dəqiqə normaldırsa, yəni paylaşılası qədərdirsə paylaşaram inşallah. Sağ olun, salamat qalın.